bizim bəylərimiz öz xanımları ilə istədikləri kimi istirahət eləyə bilmirlər, öz xanımları ilə rahat, sevgi dolu həyat yaşaya bilmirlər ki, ay aman qıraqdan nə deyərlər? Ay birdən qayını görər mənə nə deyər? Ay qardaşım görər mənə nə deyər? Mən yoldaşımla kluba gəlmişəm. Get də, bəs sən əgər yoldaşınla kluba getməyəcəksənsə, yoldaşınla restorana getməyəcəksənsə, onunla gözəl emosiyalar yaşamayacaqsan, onu niyə almısan? Alıb evə atmağa, servanta qoymağa. Servant anlayışı. Onda evlənmə də, ged elə ancaq sevgili ilə rahat həyat yaşa. O da olmur axı, öhdəlikləri var ailə qarşısında ki, mən evlənməliyəm. Qadının həyat yoldaşının qarşısında da öhdəliklər var axı. O qadını sən alıb evə onun qoyacaqsansa. Onun üçün birinci ailəsinin yanındakı öhdəliklərdir ki, mən evlənməliyəm. O evlənməliyəm sözündən qurtulmaqdan ötürü gedir birini alır, bədbəxt eləyir, ondan əylənmir. Çünki istədiyi qız bəlkə də istədiyi xanım o deyil də. O kriteriyalarında olan xanım o deyil. Hə. Başqa qadını öz həyat yoldaşı edirlər. Amma mən düşünürəm ki, bu da bir nəsil sonra, bir nəsil sonra bu alfalar, bu stereotipi qıracaq. Dəyişəcək olar yavaş-yavaş. İnşallah ümid eləyək. O vaxtda da ki, mən qocalacağam, Pərviz qocalacaq, biz qocalacağıq. Amma eybi yox, əsas odur cəmiyyətimiz formalaşır.